Azərbaycanda hava kəskin dəyişəcək, leysan yağacaq, temperatur düşəcək. Aprelin 27-si axşam və 27-sindən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimal olunur. Bu barədə reporta Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanın rayonlarında aprelin 29-u gündüzə qədər hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.